Salam, hər vaxtınız xeyir olsun. Bugün ilk dəfə hazırlayan xanımların belə asanlıqla hazırlaya biləcəyi çox ləzzətli, ağızda əriyən, çox kövrək, naxışı itməyən şəkərbura reseptini bölüşürəm. Hazırlayacaq olanlar videonu sonadək diqqətlə izləyin. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Xəmiri mayalandırmayacağam. Buna görə də əvvəlcə içliyi hazırlayıram. Əvvəlcə 300 qram fındığın qabığını təmizləyəcəyəm. Bunun üçün fındığın üzərinə 1 yemək qaşığı soda əlavə edib qarışdırıram. Üzərini keçəcək qədər qaynar su əlavə edirəm. 5 dəqiqə bu formada saxlayıram. Ardından suyunu süzüb soba lisinə əlavə edirəm. Hər tərəfli yayıram. 180-200 dərəcə arasında alt üst rejimdə qızdırdığım sobaya yerləşdirirəm. Ara sıra qarışdıraraq fındığın qabıqları çatlayana dək gözləyirəm. Ardından sobadan çıxardıram. Bunun üçün təxminən 15 dəqiqə lazım olur. Mətbəx dəsmalının üzərinə əlavə edib dəsmalı bu şəkildə bükürəm. Əlimlə ovxalayıram. Ardından qabıqları rahatlıqla təmizlənir. Ehtiyac olduqda bıçaqdan istifadə edirəm. Qabığını təmizlədiyim fındığı blenderdan keçirib toz halına gətirdim. Üzərinə 1 stəkan şəkər tozu və 1 dolu çay qaşığı hil əlavə edib qarışdırıram. Qeyd edim ki, istəyə görə fındığın əvəzinə qoz, badam və ya yer fındığı da istifadə edə bilərsiniz. İçlik hazırdır. Xəmir üçün qaba yarım stəkan ilıq süd, 1 çay qaşığı şəkər tozu və yarım çay qaşığı maya əlavə edib qarışdırıram. 5 dəqiqə mayanın işləməsi üçün gözləyirəm. Bu arada 150 qram kərə yağını əridirəm. 5 dəqiqə keçdi artıq. Qaba 1 ədəd yumurta, 1 paket vanilin, əritdiyim ilıq halda olan kərə yağını, 3 dolu yemək qaşığı xama və 1 çimdik duz əlavə edib qarışdırıram. Üzərinə 3 stəkan yarım un əlavə edirəm. Qarışdırıram. Ələ yapışmayan hamar xəmir olanadək 4-5 dəqiqə yoğururam. Nəticədə orta bərklikdə elastik hamar, ələ yapışmayan xəmir alındı. Xəmiri heç gözlətmədən, mayalandırmadan uzunsov forma verirəm. 24 bərabər hissəyə bölürəm. Kündə edirəm. Qeyd edim ki, kündələrin hər biri 35 qramdır. Kündələrin üzərini streçlə örtüb 10 dəqiqə dincəlməsi üçün gözləyirəm. 10 dəqiqə keçdi artıq. Dincələn kündəni təxminən 3 mm qalınlığında yayıram. Gördüyünüz kimi nə çox qalın, nə də çox nazikdir. Yaydığım xəmiri baş və işarət barmağım arasına yerləşdirirəm. İçlikdən 2 və ya 3 dolu çay qaşığı yerləşdirib üzərinə bastırıram. Ardından xəmiri birləşdirirəm. Diqqət etmək lazımdır ki, içlik xəmirin kənarına dəyməsin. Əks halda xəmir yapışmayacaqdır. Birləşmə yerinin üzərindən təkrar keçirəm.
Kənar hissələri arxadan önə doğru 2 barmağımla sıxaraq vururam. İlk dəfə hazırlayacaq xanımlar üçün təkrar göstərmək istəyirəm. Yayılmış xəmiri istəyə görə baş və ya işarət barmağı arasına və yaxud ovucun içərisinə də yerləşdirmək olar. Kimə necə rahatdırsa. İçliyi yerləşdirib eyni qaydada hazırlayıram. Ehtiyac olduqda kənarlarını əlimlə düzəldirəm. Bu formada şəkər buraları 2-2 hazırlayıb ardından üzərinə naxış vururam. Çalışmaq lazımdır ki, naxışı sıx və dərindən edək. Əgər şəkər bura üçün müxtəlif naxışlar etməyimi istəyirsinizsə, rəylərdə bildirin zəhmət olmasa. İstək çox olsa belə bir video hazırlaya bilərəm. Qeyd edim ki, naxış vurduğum şəkər buraları 30 dəqiqə üzərini örtmədən otaq şəraitində gözlədirəm. Bişdikdən sonra naxışların itməməsi üçün bu vacibdir. Naxış vurduğum şəkər buraları otaq şəraitində üzəri açıq şəkildə 30 dəqiqə gözlətdikdən sonra soba listinə düzürəm. Əvvəlcədən 145 dərəcədə alt-üst rejimdə qızdırdığım sobaya yerləşdirib təxminən 20 dəqiqə bişirirəm. Sobalar müxtəlif olduğu üçün bişmə müddəti az və ya çox ola bilər. Sadəcə nəzarət edin ki, üzəri qızarmasın. Şəkər buralar bişdi. Verdiyim ərzaqlarla 24 ədəd şəkər bura hazırladım. Gördüyünüz kimi naxışları itməyib, partlamayıb, çox ləzzətli və çox kövrək oldular. Videonu bura qədər izləyənlər, rəylərə ürək qoymağınızı xahiş edirəm. Bu sayədə kimlərin sonadək izləmiş olduğunu bilmiş olaram. Hazırlayacaq olanlara indidən nuş olsun deyirəm. Videonu bəyənib yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olub zəng işarəsini açmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.